Böyük qayıdış proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma şəhərlərinə qayıdaraq yeni həyatına başlayıb. Cəbrayıl şəhərinə ilk köçən ailələrdən biri də Qasımlılar ailəsidir. Cəbrayıl şəhərində dünyaya göz açan Gündüz və Gülşənin hər ikisinin taleyinə uşaqlıq illərində məcburi köçkünlük həyatı yazılıb. Doğma yurddan ayrı düşən iki Cəbrayıllının yolları illər sonra doğma eldən uzaqda kəsişib, onlar bir ailənin üzvü olaraq həyat qurublar. Doğma torpağa qayıdacaqları günə olan inamlarını heç vaxt itirməyən ailə nəhayət böyük qayıdış çərçivəsində arzularına qovuşub. Bu gün Gündüz və Gülşən Qasımlı üç övladları ilə birlikdə yenidən doğma Cəbrayılda yaşayır, burada çalışır və övladlarını öz doğulduqları şəhərdə böyüdürlər. Vaxtilə uşaqlıq çağında tərk etməyə məcbur olduqları Cəbrayıla artıq ata və ana kimi qayıdan ailə doğma yurdda yeni həyatını davam etdirir. Ailə başçısı Gündüz Qasımlı 1983-cü ildə Cəbrayıl şəhərində dünyaya göz açıb. Ömrünün 10 ilini doğma elində yaşadıqdan sonra onun da yeniyetmə çağında taleyinə köçkünlük həyatı yazılıb. 1983-cü ildə Cəbrayıl şəhərində ana doğmuşam. 3-cü sinifə kimi burada Cəbrayılda orta məktəbi burada oxumuşam. O vaxt ki, müharibənin qızğın gedən vaxtları, demək 90-cı ildə Cəbrayılda məcburi köçkün düşmüşük. Amma məcburi köçkünlük ilindən əvvəl onu mən deyim ki, 1991-ci ildə mən qardaşım Qasımov Çingiz Musoğlu Xocavənd rayonunun Daşbaşı kənd ərazisində ermənilərin bizim rayona əraziyə hücum elədiyi vaxtı, həmin vaxtı orada şəhid olmuşdu. Uşaq yaşlarından artıq bizim o acılı günlərimiz başladı bəli. Ev xanımı Gülşən Qasımlı da Cəbrayıl şəhərində 1985-ci ildə dünyaya göz açıb. O da uşaqlıq illərində doğma yurddan didərgin düşsə də Cəbrayıla qayıdacağı günə olan inamını heç vaxt itirməyib. Doğma şəhərində müəllim kimi çalışmaq arzusu illər sonra gerçəyə çevrilib. Bu gün Qasımlılar ailəsinin timsalında böyük qayıdışın ən təsirli mənzərələrindən biri yaşanır. Valideynlər vaxtilə tərk etdikləri şəhərdə çalışır, övladları isə azad Cəbrayılda təhsil alaraq gələcəklərini doğma torpaqda qururlar. Mən 2-ci sinifə qədər Cəbrayıl şəhərində Mehdi Mehdizadənin tam orta ümumi təhsil məktəbində oxumuşam. 2-ci sinifdən sonra, yəni 8 yaşımda məcburi olaraq biz buradan köçkün düşmüşük. Hacıqabulda məskunlaşmışıq, sonra Bakıda məskunlaşdıq və Bakıda 11-ci sinif qurtarandan sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşam. Universiteti bitirdikdən sonra həmin ili də Cəbrayıl şəhər məktəbində tədrisə başlamışam. Torpaqlarımız işğaldan azad olduqdan sonra 2024-cü ildə biz Cəbrayıl şəhərinə könüllü olaraq köçdük və bura gələn ilk müəllimlərdən biriyəm və pedaqoji işimə stajı burada təhsilə burada davam etdirirəm. Burada yəni fizika müəllim kimi fəaliyyətimə davam etdirirəm. Öz doğma torpağımızda müəllim kimi fəaliyyət göstərmək, Cəbrayıl övladlarına, gənclərinə təhsil vermək həqiqətən də çox qürurverici bir hissdir. Bu gün Cəbrayıl yalnız yenidən qurulan şəhər deyil, həm də qayıdan insanların arzularının gerçəkləşdiyi bir ünvandır. İllərlə həsrəti çəkilən doğma yurd artıq yenidən həyat qazanıb. Burada doğulub boya başa çatan insanlar öz peşələrini yenidən doğma şəhərlərində davam etdirir, övladları isə azad Cəbrayılın ilk şagirdləri kimi tarix yazırlar. Yenidən dirçələn Cəbrayıl müasir və abad şəhər kimi inkişafını davam etdirir. Aydın Yavərzadə, Yusif Əliyev bu gün informasiya proqramı üçün.